Bugün Vətən Qəhrəmanları Cəmiyyətinin ofisində bir daha təşkilatımızda, təşkilatın nəzdində fəaliyyət göstərən Vətən Qəhrəmanları saytının bir nümayəndəsini də vəsiqə ilə təmin edəcəyik. Həmin o şəxslərdən biri də bizim Həbbə xanımdır. Həbbə xanım təşkilatımıza ilk addım qoyduğu gündən bəri bizim təşkilatda böyük bir işlər görmüşdü. İstər milli qəhrəmanlarımız, istər vətən müharibəsi qəhrəmanlarımız, istərsə şəhid ailələrin təbliğatını yüksək səviyyədə aparmışdı. Biz də idarə heyətinin qərarı ilə belə bir nəticə gəldi ki, Həbbə xanımı Vətən Qəhrəmanları az saytının vəsiqəsi ilə təmin edək, əməkdaşlıq vəsiqəsilə. Həbbə xanım, təbrik edirəm. Uğurlu olsun, düşərli olsun. Siz hər zaman ictimaiyyətdə tanınmış bir insan olmuşsunuz. İstər dövlət və dövlətçiliyə xidmət edən bir insan olmuşsunuz. İnşallah bundan sonraki fəaliyyətinizdə də uğurlarla sizinlə olar. Bundan başqa da biz Vətən Qəhrəmanları saytı tərəfindən sizi fəxri diplomla tərtib edirik. Xeyirli olsun. Çox sağ olun müəllim. Mən də hər zaman hər bir işinizdə, xidmətinizdə canla başla yüksək səviyyədə hazıram inşallah. Yeni uğurlar sizinlə olur inşallah. Ederim.